Əziz izləyicilər, bugün sizlərlə ilə bir yerdə Azərbaycan tarixi dövlətlərini sıralayacağıq. Ümumiyyətlə, bu videoyu çəkməyimin əsas səbəblərindən birisi həm bu dövlətlər haqqında kiçik məlumatlar verməkdir. Üstünə də bu dövlətləri daha çox yaygınlaşdırmaq və ümumiyyətlə maraqlı olsun deyə sıralamaqdır. Gəlin başlayaq. İlk dövlətimiz Mannadır. Manna dövləti ilə ümumiyyətlə ən birinci olaraq demək istədiyim şey odur ki, bizlər bunları necə sıralayacağıq? İlk öncə il dövrünə görə, yəni bu dövlət neçə il hakimiyyətdə olub, Azərbaycan üçün nə təsiri olub. İkincisi, hökmdar mənafelikləri, yəni hökmdarlarının necəliyi, hökmdar da yox, ümumiyyətlə hakimiyyət və sistemi. Üçüncüsü də ümumiyyətlə bu dövlətlər mənim fikrimcə necə dövlətlərdir? Gəlin başlayaq. Manna. Bu arada gördüyünüz kimi S, A, B, C, D, E qatmanlarından oluşur və tier listə eləməməyimin səbəbi hazırlamaq olmadı. Yəni vaxtım da az idi, ona görə də məcbur burada edirik. Manna dövləti. Manna dövləti ümumiyyətlə mənim fikrimcə çox da beləsinə güclü bir dövlət olmasa da, Azərbaycan ərazi tarixində böyük rolu var və Azərbaycandakı ilk vahid dövlət, hətta Qafqazlardakı, yəni ilk vahid dövlət deyə biləcəyimiz bir dövlətdir. Ümumiyyətlə ərazi bütövlüyündə şeylə qohumdur deyirlər. Urartu dövləti ilə qohumluğu var və ümumiyyətlə onlar ilə qonşu olublar. Buna görə də bizə göstərildiyi kimi mən şəxsən düşünmürəm ki, bu ərazidə şey olsun, bu dövlətin yəni ümumi torpaq sayı olsun. Yəni bizə göstərilən ərazi buradır, amma Urartunun ərazisi buradır. Bu da deməkdir ki, əslində bizim bu Manna dövləti demək ki, bu hissələrə də sahibi idi ki, rahatcasına bizlər deyə bilirik ki, Urartu ilə qonşudur. Ümumiyyətlə bu sərhədlərə baxdıqdan sonra mənim fikrimcə həm ərazi bütövlüyü, həm yaşadığı il müddət də çox uzundur. Yəni eramızdan əvvəl 9-cu yüzillikdən başlayaraqdan desək, 9-cu minillik eramızdan əvvəl 590-cı ilə kimi yaşayır. Yəni ümumiyyətlə burada Manna dövlətinə hara qoyaq? Manna dövləti tam beləsinə xətri qalmasın deyə mən şəxsən qoyardım. S, A, B, C, D, E qatmanlarımız varsa Mannayı C-yə qoyardım da. Yəni Manna üçün o qədər də eləyəcək deyilik. Gəldik Tomrisə. Tomrisin qurduğu Massagetlər dövlətindən, sadəcə Tomrisdən danışacağımız üçün başlayaq. Bu mənə görə ilk türk dövləti deyə bilərik. Çünki ilk Azərbaycan türkləri və Qazax türkləri, yəni Qazaxıstan türkləri burada məskunlaşır və ümumiyyətlə gücləri çoxdur. Mənim fikrimcə ümumiyyətlə bu dövlət çox güclü, çox əzəmətli bir dövlətdir və gücünə baxıldığı zaman çox güclü və çox sürətli hərəkət edirlər. İskit, Sak tayfaları da var bunların içərisində, ona görə. İkinci, Kirin kəlləsini alırlar, bu var. Yəni Tomris Kirin kəlləsini qopardır yerindən və qazanlarda gəzdirir. Belə bir güclər vardır. Yəni Əhəmənilərə baş qaldırırsınız. Çox yaxşı olacaq bir dövlətdir məncə. Buna görə də mən deyərdim ki, Tomrisi qoysaq haraya qoyardıq? Mən düşünürəm ki, Mannadan yuxarıda olardı. Buna görə də Tomrisi B-yə qoyuram. Gəldik Atropatenaya. Atropatena dövləti ümumiyyətlə mənə görə, yəni Atropatın qurduğu bu dövlət çox güclü, çox əzəmətli bir dövlətdir. Bundan başqa deyə bilərik ki, yəni gücləri çoxdur və ümumi olaraq bu güc üstündə çox mübarizə aparıblar. Bunu qəbul etmək lazımdır. Buna görə məncə yəni həm əzəmətlikləri, həm gücləri, həm güclü olan hökmdarları, üstünə o dövrdə 100 minə yaxın ordu çıxara biləcək qədər gücləri olması, bundan başqa Fraskba kimi Romalılara, Parfiyalılara qarşı qazandıqları zəfərləri desək bitmir. Buna görə də mənə görə, yəni Tomrisin yanına gedərsən də sən.
A-ya qoymayacağam, çünki digərləri ilə mücadilə apara bilməz. Balaca bir ərazidir zaten, onu da göstərim. Ərazisi sadəcə bu gördüyünüz şey ərazisidir. Baxın, bura. Bu Cənubi Azərbaycan ərazisidir ki, buraları tuta bilib sadəcə. Yəni Atropatena o qədər də böyük bir dövlət deyildi. Gələk indi Albaniya dövlətinə. Albaniya bizim Azərbaycan ərazisinin və Ermənistanın, üstünə də Gürcüstanın yarısını əlində tutan bir dövlət idi. Üstünə birazcık da Dağıstan ərazilərini tutduğu deyilir və buna görə də zaten Albaniyanı bizlər hara qoya bilərik? Albaniya 10 əsrdir ki, yaşayan bir dövlətdir. Yəni 1000 yaşını görmüş bir dövlətdir və türklərin əlində cəmləşmiş bir dövlətdir. İndi deyəcəksiniz ki, bu dövlətin tarixi 3 dənə xalqa aiddir. Qafqaz xalqlarına, elə bütün Qafqaz xalqlarına yox, sadəcə bir 4-ünə aiddir. Deyək ki, bu Dağıstanda yaşayan ləzgilərə desək, sonra isə indiki Azərbaycan türklərinin elə ümumi tarixinə girər. Bundan başqa ermənilərə girməz, gürcülərə girer. Yəni bu 3 tarixi dövlət üçün tarihinə girir. Yəni bu 3 dövlətin, dövlət deyil, yəni 2 dənə dövlətin tarihinə girir. Nəsə gələk indi Albaniyaya. Albaniyayı haraya qoyardım? Mənim fikrimcə Albaniya Azərbaycan ruhunu ilk verən dövlətlərimizdən biridir. İndi bunlar da verir bu 3 dövlət, amma bu daha çox verməyə başladığına görə, həm də ordusu güclüdür, amma Romalılara çox qələbə qazanmayıblar da, yəni çox məğlub olublar. Bəzən olub ki, balaca bir dövlətçiyə çevriliblər. Bəzən olub ki, yenidən güclərini qazanırlar. Hətta Cənubi Azərbaycanın yarısını da ələ keçirirlər. Yəni yarısı da deməyək, elə tamamını ələ keçirirlər demək olar. Buna görə də mən hara qoyardım? İndi Albaniyaya gəlsək, Albaniyayı da belə. İndi Albaniyaya haqsızlıq elədiyimi düşünməyin, ya da düşünə də bilərsiniz. Çünki bu mənim fikrimcə də, yəni A-ya girə biləcək bir çox dövlətimiz vardı. Amma olmasa əgər, görsək ki, çox az dövlət A-ya girdi, Albaniyayı qaldıra bilərəm. Hürrəmilər bir dövlətçilik deyil, sadəcə bir hərəkat idi. Amma yenə də buraya qoymağımın səbəbi Abbasi xəlifəliyinə qarşı çox böyük işlər görmüşlər. Yəni buna görə güclüdülər, amma Manna kimi bir dövlətçilik deyildilər. İndi nə qədər ki Abbasiləri o qədər məğlubiyyətə uğratsalar belə, nəticədə bunlar dövlət deyil. Bunlar sadəcə bir hərəkatdır, yəni Hürrəmlər hərəkatıdır. Hürrəmlər sadəcə üsyan qaldırır orada. Buna görə də Hürrəmləri çox üzrlü sayın, amma D-yə qoyacağam. Şirvanşahlar dövləti. Şirvanşahlar dövləti ümumiyyətlə mənim fikrimcə çox, amma çox da abartılmış bir dövlətimizdir. Yəni baxın, bunlar sadəcə 30 il boyunca ərəb qalırlar, amma 600, yəni qalan 647 illikləri boyunca da, yəni türk olaraq davam edirlər. Belə düşünəndə və türk olaraq davam elədikləri bu yolda, yəni belə bacarıqları olurdu. Əslində bir dəqiqə, baxın, o qədər imperiya gəlir, amma bu dövləti ələ keçirə bilmirlər. Yəni dövlət özünü bir şəkildə qorumağı bacarır. İç siyasətini qoruyur. Özünə aid xütbə sistemini qoruyur. Yəni adamlar sultan çartanda, yəni şahənşah çartanda taxta, daha kimsədən icazə almırlar. Ay Səfəvi, mən hökmdar çatmışam, ya da Teymurilərdən. Adamlar özləri elə istədiyi şəkildə istədiyi işi görür yəni. Nəticədə mənə görə A-ya girə biləcək bir dövlətdirmi? Yəni o zaman Albaniya da A-ya girsin. Çünki Şirvanşahlar dövləti, aman da ama o qədər də A-ya girəcək bir dövlətdirmi? Yox. O zaman Tomris'i də mən A-ya qoyum. Yox, belə olmadı. Şirvanşahları aşağı ataq. Gəlirik səni hara ataq? Sən də Albaniya qal burada. Çünki yəni 10 əsr boyunca yaşayırlar. İndi ömürləri çox uzundur və çox dövlət görüblər və ələ keçirilməmələri, işğal olunmamaları tamamilə yəni
imkansız idi, amma işğal olunmurlar. Rəvvadilər ümumiyyətlə bir-birlərini yeyən əmirliklər olduqlarına görə Rəvvadi və Şəddadiləri əlbəttə ki, Hürrəmlərə layiq görürəm, Hürrəmlərin olduğu yerə. İndi Hürrəmlər belə bunlardan daha bacarıqlı olsalar da, day neyniyir, yəni qoyası deyiləm. Ümumiyyətlə bunların da bacarıqlı olduğu hissələr olsa da, Rəvvadilərdir, Şəddadilərdir və də ki, Salarilərdir. Bunların çox da aman, çox da böyüdüləcək bir işləri yoxdur. Yəni mən buna görə demək istəyirəm ki, üzrlü sayın, amma mən Salari və yaxud da Rəvvadiləri yuxarı qoyası deyiləm. Başqa Salari, Şəddadiləri də sildik, nəsə qaldı Həzərilər. Həzərlər dövləti ümumiyyətlə mənim fikrimcə çox, amma çox yaxşı bir dövlətdir. Həzərləri mən Azərbaycan tarixinə niyə görə əlavə edirəm? Normalda bu ümumi türk tarihinə aiddir. Çünki Həzərlərin daxilində də Azərbaycanlılar yaşayır. Ümumiyyətlə Azərbaycan türklərinin də bir neçə dəfə hakimiyyət olub. Üstünə Qazaxlar da burada yaşayıb, Qazaxların da tarihinə aiddir. Üstünə də Türkiyə türklərinin də tarihinə aiddir. Nəsə bizlər Həzərləri məncə A'ya qoymaq daha uyğundur. İndidən deyimdə, çünki bunlar çox böyük əraziyə malikdirlər, çox güclüdürlər. Ərəb hücumlarına qarşı dayana bilirlər. Yəni ərəblər işğal edə bilmir onları. Yəni çox yaxşıdırlar da, çox güclüləri var. Bundan başqa gələk Həzərlərə zaten dedik. Qaldı Sacilər. Sacilər dövlətinə gələrsək, mən Sacilər ümumiyyətlə demək istəyirəm ki, türk dövlətidir və qəbul edək ki, Sacıoğulların soyundan gəlirlər və C-yə malik ola bilərlərmi? İndi C-yə layiq olsalar, bunlara haqsızlıq olur. Yəni Rəvvadi, Şəddadi, Salarilərə. Ümumiyyətlə bunlardan daha gücsüzdürlər. Yəni Sacilər. İndi Sacıoğullardan sonra bunlar çox gücsüz qalırlar. Buna görə də üzrlü sayın, amma Sacilər sizlər də gedirsiniz bura. Saciləri də buraxdıqdan sonra Sacıoğullara gəlirik. Sacıoğullar ümumiyyətlə Azərbaycanın tamamı və Cənubi Azərbaycanı da əllərində tuturdular. Ümumiyyətlə mənə görə çox, amma çox yaxşı bir dövlətdir. Amma B-yə qoyacağım. Zaten bunların boyundadır. Baxın, Şirvanşahların boyundadır. Yəni Şirvanşahlar ümumiyyətlə Səlcuqlular gəldikləri zaman yəni Sacıoğlu xəritəsinə malik olmuşlar. Buna görə Sacıoğullara bura qoyuram. Yoxsa mənə qalsa Şirvanşahlardan daha böyük və güclüdülər. Əgər uzun yaşasaydılar, bəlkə də Şirvanşahlardan daha çox torpaq fəth edib, hətta İranın tamamını fəth edə bilərdilər. Amma təbii ki də ömürləri çatmış, Şirvanşahların xəyanətinə uğrayırlar Sacıoğlular. Zaten Sacıoğlularla Sacilər eynidir. Sadəcə dövlətçilik anlamını dəyişikliyi baş verdiyinə görə beləsinə qalırlar ortalıqda, balaca bir dövlətçiyə çevrilirlər. Səlcuqluya isə qoyacağımı bilirsiniz, çünki yəni saymağa gərək yoxdur da artıq. Ümumiyyətlə Səlcuqlu getdi. Səlcuqlu. Gəldik aşağıya. Eldənizlər dövləti ümumiyyətlə mənim fikrimcə çox, amma çox güclü, üstünə ərazi baxımından çox geniş, hökmdarları da çox yaxşıdır ümumiyyətlə. Amma Eldənizlər dövlətinin ilk dövrləri dövlət yox, iqta dövlət olaraq gedir. Yəni iqtadır da, burası vassaldır hələ də, yəni Səlcuqlulara bağlıdır. Yəni ümumiyyətlə bunlar sultan, Şəmsəddin Eldəniz sultan və yaxud da padşah, şah, başqa nə deyim, xaqan, xan, bəy titulunu qəbul etmir. Xan bəy titulu qəbul edilmədiyinə görə bu atabəy vəzifəsində, böyük atabəy vəzifəsində, yəni sultandan sonra ən güclü şəxs olaraq qalır. Amma məsələn taxta Qızıl Arslan keçir, Qızıl Arslan gedək sultan titulunu qəbul edir. O zaman olur Eldənizlər dövləti dövlət. İndi gəlir Eldənizlər dövləti çox, amma çox güclü olsa da axırı Xarəzm şahlardan olur və Xarəzmlər tərəfindən məhv edilirlər. Yəni dövlət süqutu uğrayır. Tam da amma mənim düşündüyüm kimi bir eslik qatmanına girərdir. İndi Azərbaycandakı ilk düzəməlli, məsələn Səlcuqlulardan sonra ilk düzəməlli İranda, Azərbaycanda hər bir tərəfində, yəni
hakimiyyəti gücləndirmiş bir formada, üstünə güc əllərində olan bir formada qarşımıza çıxırlar. Məncə Eldənizlər buna görə gedərlər S-ə. Eldənizlərdən sonra gələn dövlətimizə baxaq, Hülakülər dövləti. Hülakülər də S-ə gedərdi, amma bir şərtlə ki, bunlar Monqol və Türk dövlətidir. Yəni, həm Moğol, həm Türk qarşılıqlı bir dövlət olduğuna görə, yəni, ümumi olaraq Hülaküləri mən buna görə qınamayacağam, amma çox az, məsələn, hakimiyyət sürürlərdə. Çobanilər var, məsələn, sonra bizdə Cəlalilər var. Bizdə məsələn hakimiyyət qururlar. Bunlar da əslində Türk sülalələrindən gəlirlər. Amma bizlər onları tariximizdə işlədirik əlbəttə. Hülakülər ilə bunların hamısını bir-birinə zikr edəcəm. Zaten əmirliklər dövründə bunlar baş verir. Elə hamısı. Əmirliklər dövründə tam yox, əmirliklər dövrü. Əmirliklər dövrü elə. İndi Hülaküləri mən hara qoyardım? A-ya və A və S arasında qalmışam. Məncə A-ya girərdilər. S-ə tam girəcəklərini düşünərəm. Ərəbləri soyunu tükətmək üçün hücumlara başlayırlar. Sonra ermənilərə hücumlara başlayırlar. Yəni çox sürətli inkişaf edirlər. Həm də ki, Azərbaycandakı Moğol hakimiyyətidir. Yəni Monqol hakimiyyətidir. Hülaküləri A-ya qoyaram. Çünki ümumiyyətlə isə tam da layiq görmürəm. İndi gedib S-ə Səfəvi filan da qoymağı düşünərdimmi? Tam da düşünmərəm, amma yəni görəcək ki, çarə yoxdur. Digər dövlətlər qalır əldə. Ona görə S-ə gedəcəklər. Əmirlikləri nə mən sevərəm, nə siz sevərsiniz. Aralarında düzəməlli olanları da var. Amma əmirliklər məsələn şahlıqlar, xanlıqlar, bu arada bu şeydən gedir söhbət. 9-cu əsrdən, yəni 800-cü illərin sonundan, 9-cu əsrin sonları və 12-ci əsrdə yox, 13, 14, 15-ci əsrlərdə olan o balaca kiçik əmirliklərdən bəhs edirik. İndi bəzisi var ki, Şah İsmail kimi böyük hökmdarlar çatdı. Bəzisi var ki, balaca bir hökmranlıq olaraq qaldı və sonradan süqut edib bir bəyliyə və xanlığa çevrildi. Amma mənə görə əmirliklər E-yə, yəni xanlıqlar kimi çox, amma çox axmaqça olaraq birləşməyi rədd edib, ancaq bir-birlərini qırdılar və ən sonunda tarix boyu Səlcuqlulara, Teymurilərə və yaxud da fərqli Türk dövlətlərinə və yaxud da Slavyanlara yem oldular. Neysə, buralarda səsim bu arada çox vəzinə pis gələ bilər, üzrlü sayında. Əmirlikləri də sildik, Qaraqoyunlular S-ə gedəcək bir dövlətdir. Çünki Cahanşahı var, İskəndəri var, Qara Yusifi var. Bu hökmdarları nəzərə alarsa, Qara Məhəmmədi var. Bu hökmdarları nəzərə alarsa, çox güclüdürlər. Üstünə Qara Məhəmməd Teymurinin, yəni Teymurun, Əmir Teymurun göndərdiyi orduyu məhv edir və Teymurlar üzərində qələbə qazanmış bir hökmdardır. Yəni Qaraqoyunluları isə qoymayaq da kimi qoyaq? Məntiqən düşünək. Nəsə, Qaraqoyunlu dövlətini buraya qoyduğumuza görə davam edək. Qaraqoyunlulardan sonra Ağqoyunlular. Ağqoyunlular dövlətini mən şəxsən beləsinə düşünürəm. Bacarıqlı hökmdarları olduğu qədərilə çox da bacarıqsız hökmdarı vardı. Yəni çox da hökmdarı yoxdur. Əslində, məsələn, Yaqub Padşah var, Əlvənd Mirzə var, Murad Mirzə var, məsələn, Uzun Həsəndir. Bunların arasında bir dənə Uzun Həsən və az da olsa Yaqub Padşahı deyə bilərik ki, ən azından böyük və üstünə basılacaq qədər Azərbaycanı genişləndiriblər. Amma digərləri isə ancaq Azərbaycanı ikiyə ayırmağı bildikləri üçün mənim fikrimcə necə qoyardım onları A-ya. İndi acınıza gəlməsin Ağqoyunlu fanlara, amma məcburam, çünki bu dövlətlər arasında, yəni Ağqoyunlular idi ki, çox az beləsinə bacarıqlı hökmdara sahibdilər.
Gələk indi Səfəvilərə. Səfəviləri də indi yerin dibinə salacam əlbəttə. Yəni Ağqoyunluları o qədər yerin dibinə saldıqsa, o zaman Səfəviləri də salmalıyıq. Səfəvilər dövləti mənə görə, baxın, düz əməlli olan 5 dənə hökmdarı var. Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Abbas, 1-ci Abbas, Şah 2-ci Abbas, Şah Səfi. Şah 2-ci İsmail'i sayarsaq 6 dənə düzəməlli hökmdarı var. Belə də düşündüyümüz zaman bu dövlət 236 il boyunca Azərbaycanda hakimiyyət qurur. Azərbaycanı birləşdirir. Yəni parçalanmış Azərbaycanı yenidən birləşdirir. Yaxşı hökmdarları var, sənətkarlıq, mədəniyyət ərşə çıxıb, yəni ümumiyyətlə mədəniyyəti elə Səfəvilər inkişaf elətdirdi Azərbaycanda. Başqa nə deyə bilərik? Çox beləsinə aman da aman döyüşlərindən bəhs eləməyəcəm. Çünki həm qazandığı döyüşlər var idi, həm də uduzduğu döyüşlər var idi. Yəni mən oturub burada aman da hamısını qazandılar falan deyib esə qoymayacağam. Esə qoyacağam əlbəttə, amma burada eleştirimizi də eləməliyik. Bizlər əgər burada sıralama eləyiriksə və tarixi dövlətləri də tənqid eləyiriksə, ümumiyyətlə Səfəvilərdə də tənqidimizi eləməliyik. Səfəviləri yenə də esə qoyacağam, amma mənim fikrimcə hökmdarlarına görə sadəcə 6 dənə hökmdarı düzdür, yəni düzgün bir şəkildə dövləti idarə edib, dövlət işləri ilə maraqlanıb. Amma məsələn, belə baxanda Şah Süleymanı da götürsək, dövlət işləri ilə maraqlanırdı. 7 dənə hökmdarı dövlət işi ilə maraqlanır. Amma qalan yerdəkilər, yəni 7 dənə hökmdardan qalan 4 dənəsi, yəni dövlət üçün çox da bir iş görmür. Yəni Şah 3-cü Abbas ilə Şah Xudavəndə zaten şeydir. Şah 3-cü Abbas cavandır, yəni çox balaca uşaq yaşındadır, o dövləti idarə edə bilməz. Məhəmməd Xudavəndə kördür, Şah Sultan Hüseyn ümumiyyətlə kukla hökmdardır və depressiyaya girir. Anası öldükdən sonra Elena Hatun olmalıdır anası. Yəni neysə də ümumiyyətlə Səfəvilərin mövzusu çox qarışıqdır. Bizlər ən yaxşısı tez olub onları qoyduq. Gələk indi əfşarlara. Əfşarlarda bir dənə düzəməli hökmdar desək, elə Nadir Şah Əfşarın özüdür. Çünki ondan sonra gələnlər ümumiyyətlə dövləti idarə edə bilmədi. Dövlət 1796-cı ildə süquta uğradı. Həm də ki, balaca bir xanlığa çevrildi. Yəni Əfşar xanlığı adıyla getməyə başladı. İmperiyadan görün xanlığa çevrildi. Buna görə də əfşarları mən A-ya qoyacam. Üzrlü sayın, amma yəni məcburam A-ya daha uyğunsuz. Əfşarları buraya qoymaq, yəni lazımdır. Əfşarları buraya qoyduqdan sonra gələk Qacarlara. Qacarlar ümumiyyətlə indiki Azərbaycan ərazisində yox, sadəcə indiki yarı İran ərazisində və biraz Türkmənistan, Əfqanistan və Pakistandan da bir neçə torpaq alaraq dövlətlərini qurmuşdular. Sonradan isə digər xanlıqları, yəni cənubdakı xanlıqlar, məsələn Urmiya, Xoy kimi xanlıqları özlərinə tabe elədilər, Marağa və s. Bunları özlərinə tabe elədilər. Ondan sonra isə tez olub, yəni indiki normal İran ərazisinə sahib oldular. Yəni İran coğrafiyasına sahib oldular. Qacarlara nə deyərdim? Baxın, düzünü qəbul etsək, Qacarlar B-dən aşağı, yəni B-dir, ümumiyyətlə mən deyirəm də, Qacarlar B-dir. Amma B-dəki dövlətlərə baxanda ki, Tomris bir dənə düzəməlidir də, o dövlətlərdəndir. Qacarlar ən azından o dövrdə ruslara qarşı döyüşlərində bacarıqlı olduqlarına görə məncə, yəni son dövrləri ümumiyyətlə bərbaddır. Gedirlər 1-ci Dünya müharibəsinə və s. girişirlər. Mənim fikrimcə Qacarlar ümumiyyətlə A-da qalsa yaxşıdır. Tomrisi də baxarıq da indi A-ya çıxartarıq. Qacarlarda sildik, xanlıqlar gəlir. Xanlıqların yerin dibinə göməcəm. Amma bu xanlıqlara çıxmaq şərti ilə. Qubadır, Gəncə xanlığıdır, Bakıdır, Qarabağdır, bir də Dərbənd xanlığı. Bu 5 xanlığı çıxırıq, qalanlarını indi başlayırıq eleşdirməyə. Qalan yerdəkilər, Lənkəran xanlığı,
Yeni Şamaxı xanlığı, köhnə Şamaxı, elə ümumi Şamaxı xanlığı, Şəki xanlığı kimi xanlıqlara indi başlayırıq. Şəki xanlığı ümumiyyətlə ilk dövründə o qədər güclü idi ki, yəni Əfşarlar dövründəsiz. Nadirdir başda, nadir şah əfşardır və çox acımasızdır. Yəni qınamır da, heç qınıyır hamı, yəni gedir kəlləvzə ala bilər də hər an. Amma sizlər gedirsiniz, dövlət qurursunuz. Dövləti də savayı keçdim. Ümumiyyətlə nadir şaha qarşı çıxırsınız. Yəni çox yaxşısınız da, amma belə bir şey var ki, bəzinizdə var ki, bunlar arasında deyək ki, Şamaxı xanlığı gedirsiniz, hakimiyyət qəbul edirsiniz. Elə Şəki xanlığının özü Səlim xan gedir rusların hakimiyyətini özü bilə-bilə qəbul edir. Belə baxanda sonra gəlirik Lənkəran xanlığı. Döyüşlərini yaxşılayırlar birdən-birə Lənkəran döyüşü zamanı. Görürlər ki, çarə yoxdur, gedirlər rusların üstünə hücuma. Hətta ruslar oradan bir fantaziya yaradaraq deyir ki, talışların başı 12-dən sonra işləmir. Çünki saat 12-yi keçmişdi və talışlar birdən Lənkəran xanlığının, Lənkəran qalasının ümumiyyətlə qapılarını açıb, oradan çıxıb rusların üzərinə hücuma başladılar. Neysə, xanlıqları ümumiyyətlə gətirsək hara götürərik? B-yə götürərəm mən. Yəni, qəbul edək də, o qədər də böyütməyək, xanlıqlar B-yə getdi. Və C-yə də yəqin ki, sultanlıqları C-yə atacağıma əminsiniz. Çünki sultanlıqlar arasında, yəni sultanlıqlar bizə düzəməlli bir şəkildə başa salınmır. Yəni 8-ci sinifdə qarşımıza çıxırlar. Bir də yəqin ki, 11-də falan qarşımıza çıxacaqlar. Onları keçək. Ümumiyyətlə 8-ci sinifdə açırsınız kitabı və sultanlıqlara baxırsınız. Sultanlıqlar, yəni Səfəvilər dövlətindən bəri var. Yəni ümumiyyətlə Şah İsmayıl tərəfindən təyin olunmuş sultanlıqlar var. Yəni nə qədər sultanlıqlar, xanlıqlar, bəyləri, Şirvanşahlar, yəni Şirvanşah xanlığı, Şirvanşah bəyləri kimi bir çox xanlıqlar, bəyliklər, üstünə də sultanlıqlar, cəmaatlıqlar var. İndi sultanlıqların Səfəvilər dövründən qalması bizim üçün bir şey dəyişdirmir. Gücləri çox azdır. Sultan titulu işlətsələr də çox az gücləri var. Buna görə bunları buraya qoyduq. Cəmaatlıqları da gələk elə. Cəmaatlıqları mən D-yə qoyaramı? İndi cəmaatlıqları D-yə də yox, E-yə qoymaq istəyirəm. İndi üsyankardılar. Səfəvlərdən qalmadılar. Hətta bəziləri ağ qoyunlardan da qalmadı. Amma mənə qalarsa, cəmaatlıqlar çox uzun ömür yaşasalar belə, yəni yenə də bunu başqa dövlətin tərkibində yaşayıblar və üstünə çox gücsüzdülər. Yəni çox gücsüzdülər də, gücləri çox azdır. Buna görə də cəmaatlıqları hara qoyarıq bura? Cəmaatlıqlar. Quba xanlığı biraz tələsək, çünki vaxtımız çox gedir. Quba xanlığı ümumiyyətlə çox güclü. Fətəli xanın dövründə çox gücləri olsa da, artıq Fətəli xan öldükdən sonra güclərini itirirlər. Bütün o qədər böyüklükləri, torpaqları itirirlər. Buna görə də mən hara qoyardım? Yəni B-yə qoyardım mı? Yox, C-yə. Quba xanlığı. Sonra isə gəldik Gəncəyə. Gəncə xanlığı ümumiyyətlə Gəncə xanlığının başındakı Ziyadoğullar sülaləsi, yəni Qacarlardır onlar da. Bunları başa gətirən ümumiyyətlə Şah İsmayıl Xətaidir. Yəni Şah İsmayıl Xətainin dövründən bəri Ziyadoğullar sülaləsi Gəncənin hakimidirlər. İndi Ziyadoğullar sülaləsinin Gəncənin hakimi olduğunu düşünərsək, Gəncənin hakimi Quba xanlığının yanına gedərlərmi? Gedərlər. Yəni, aman da çox böyütməyəcəm əziz insanlar. Gəldik Qarabağ xanlığına. Qarabağ xanlığı ümumiyyətlə çox beləsinə gücə malik olsalar da, ümumiyyətlə ilk hökmdarları olan Pənahəli xan dövründə çox gücə malik olsalar da, indi belə baxıldığı zaman
yəni son dövrlərində çox gücsüzdülər. İbrahim Xəlil xan dövlətini həm Məhəmməd Şah Qacar gəldiyində dövlətindən qaçır, həm üstünə ruslar gəldiyində dövlətini satır. Buna görə də yəni mənə görə çox gücsüz qalmış bir xanlıq olduqlarına görə Qarabağ xanlığı. Gəldik Bakı xanlığına. Bakı xanlığı haqqında bizə dəqiq çox məlumat verilmir. Amma Bakı xanlığı haqqında bilirik ki, Siyanovu öldürüblər, yəni o qədər Rus generalını qırıblar. Üstünə rusların ilk hücumunda top atəşləyərək dənizə Rus gəmilərinin bir neçə dənəsini batırırlar. Desantları, Bakıdakı desantları, yəni dənizdən gələn qüvvələri öldürürlər halkla bir yerdə. Üstünə qapılara dayanmış Rus əsgərlərini qırırlar. Bunların müdafiəsi yaxşıdır, yəni digər dövlətlərin də müdafiəsi yaxşıdır, yəni Quba xanlığına və s. Amma Bakılılar tam hazırlaşmış şəkildə idi. Yəni bilirdilər ki, Siyanovun sonraki hədəfi onlardır və gələcəklərdə. Buna görə hazırlıq görmüşlər. Yəni qabaqcadan. Buna görə mən deyərdim ki, C-yə girərdilərmi? Məncə C-yə girərlər, yəni Bakı. Bu arada Cənub xanlıqlarını unutmamışam. Sadəcə cənubları buraya yazmadığımı indi fərq edirəm. Dərbənd xanlığı. Dərbənd xanlığı çox kiçik bir xanlıqdır və ümumiyyətlə balaca bir xanlıq olduğuna görə hər zaman Qubanın tərkibində olub. Yəni Quba xanlığının tez olub ələ keçirdiyi bir torpaqdır. Ümumiyyətlə buna görə də çox gücsüzdülər də. Dərbənd xanlığını buraya qoymaq istəməzdim, amma çox gücsüzdülər. Gəldik Cənub xanlıqları ümumiləşdirilmiş bir şəkildə deyəcəm. Cənub xanlıqlarını mən şəxsən hara qoyardım? Hamısını toplasaq, Urmiya çox gücsüzdür, bütün Azərbaycanı az qalsın ələ keçirirdi. Amma sonradan dayandırıldı. Maraha xanlığı çox gücsüzdür, yəni balaca bir xanlıqdır zaten, tez olub işğal olunur Qacarlar tərəfindən. Bundan başqa nə deyəcəkdim? Bundan başqa Xoy xanlığı var. Xoy xanlığı genişləməyi sevsə də çox kiçikdir. Yəni belə balaca xanlıqları toplayarsak, orada da cəmaətlıq və sultanlıqları da onun üstünə gələrsək, yəqin ki, A-ya qədər gedir. Yəni Cənub xanlıqları, sultanlıqları. Yəni bunların gücünün birləşdirilmiş halı deməyək, bunlarla eyni gücdədirlər deyək. Çünki bunların gücü olsa bu gedir E-yə, hamısını birləşdirsək. Cənub xanlıqları. Bundan sonra gəldik bizlər Zaqafqaziya birliyinə. Bunları da silək buradan. Zaqafqaziya birliyini mən şəxsən hara qoyardım? Zaqafqaziya birliyi 3 dövlətin birləşimindən ibarətdir. Bunlar Gürcüstan, Ermənistan, Azərbaycan. Bu dövlətlərin ümumi gücünü birləşdirsək, o dövrki ümumi gücünü birləşdirsək, bunlar zaten B-yə qalxır, yəni başqa bir yerə qalxmır. Zaqafqaziya. Gəldik sizə. İndi Azərbaycan Xalq Cümhuriyyətinə gəldiyimiz zaman, Azərbaycan Xalq Cümhuriyyəti mənim fikrimcə bunların gücündən az, Zaqafqaziyadan az bir gücə sahibdir. Yəni Azərbaycan Xalq Cümhuriyyəti, yəni təəssüf ki, C-yə gedir. Gəldik sizə Azərbaycan SSR. Azərbaycan SSR-si ümumiyyətlə güc, mədəniyyət baxımından çox yüksək bir rəfaha sahib bir dövlət idi. Dövlət deməkdir, yəni kiçik bir vassallıq deyək. O dövrdə də bir SSR Respublikası idi. Və mənim fikrimcə, yəni düzgün bir şəkildə idarə olunma sistemi var idi. Ümumiyyətlə artıq bu müasir dövrə getdiyimiz üçün müasir silahlar, müasir texnika və s. var. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətindən və Zaqafqaziyadan üstün deyil, Zaqafqaziyanın elə yanına qoyardım Azərbaycan SSR-sini. İndi gələk sizə Azərbaycan Cənubi Azərbaycan faşist hərəkatı
Cənubi Azərbaycan faşist hərəkatı ümumiyyətlə çox qısa sürür, 4 il falan sürür, amma ruslara çox qan utdururlar, İranlılara da ümumiyyətlə çox beləsinə qan utdururlar da şəxsən. Və İranlılar da arayandır, bunlar özlərində arayan görməyə başlayırlar. Ümumiyyətlə cənubda farslaşma gedir. Mənim fikrimcə bunları hara qoyardıq? Çox uzun da bir sürə deyil, D-yə qoyardım. Çünki bunlar da dövlətçilik deyil, bir hərəkat idi. Cənubi Azərbaycan faşist hərəkatı. Getdik, gəldik Azərbaycan Respublikasına. Azərbaycan Respublikası ümumiyyətlə silahdır, texnikadır, çox yaxşı bir dövlətdir. İndiki yaşadığımız dövlət elə odur. Və ümumiyyətlə bunu tam da tarixi bir dərs saymaq olmaz. Çünki yəni indiki müasir dövrdə də zaten yaşayırıq içində. Amma belə bir şey var. Qarabağ müharibələri və s. aprel döyüşləri və s. desək, bu dövlət də öz gücünü rahatcasına göstərir. Və mənim fikrimcə Azərbaycan SSR-nin yanına gedər zaten, yəni Azərbaycan Respublikası. Sizə görə bu sıralama necə oldu? Sizlər də bir cavab verərsiniz. Yəni yorumlarda yazarsınız. Sağ olun, salamat qalın. Həmişə də yaxşı olun.